Salam əziz və dəyərli dostlar, ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Hər bir kəsi xoş gördük mənim dəyərli dostlarım, gözəl insanlar. Həqiqətən də sizlər yaxşı ki varsınız, sizləri sevməmək mümkün deyil. Hava şəraiti dəyişilməsinə bağlı bir məlumat verim. Öncədən də xəbər verdiyimiz kimi ayın 8-i, 9-u və 10-u 8-i və 10-u aralığında 2 soyuq hava dalğası, 2 yağıntı kütləsi var idi. Həmin soyuq hava dalğası artıq bugündən etibarən ölkə ərazisinə daxil olub. 7-si bəzi ərazilərdə yağıntılar, qərb bölgələrində də başlayaraq soyuq hava kütləsi ölkə ərazisinə təsir göstərəcək. Bakı Abşeron yarımadası təsir göstərəcək. Gün ərzində bəzi ərazi yağıntı gözlənilir. 7-sinə 8-nə keçən gecə və 8-i gün ərzində arabir yağıntılar olacaq. Bəzi bölgədə yağıntılar güclü və intensiv olacaq və leysan xarakterli yağışlar olması gözlənilir. Ayın 9-u bu proses davam edəcək. 10-unda yenidən yağıntılar bir qədər güclənməsi ehtimalı var və xüsusilə qeyd edirəm, Qarabağımızın oyunu günü yağıntı olması ehtimalı böyükdür. Həmin gün yağıntı olması gözlənilir və 11-də də yağıntıların davam eləməsi ehtimal olunur və nəhayət ikinci 10 günlükdə olduqca güclü 2 sistem dalğası var və 2 soyuq hava dalğası olduğu kimi gəlsə, bir qədər də güclənsə, Bakı Abşeron yarımadası və Azərbaycanımıza güclü qar və şaxtalar ola bilər. Bu haqda məlumatlar olacaq. Bizləri, səhifəmizi və səhifələrimizi izləməyi, qalan canlılarda bizi izləməyi unutmayın. Sizləri çox sevirəm, yaxşı ki varsınız.